Bakı şəhər icra hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu haqda Yeni Sabah Ağqurumdan məlumat verilib. Müşavirədə qış mövsümünə hazırlıq, yeni il tədbirlərinin keçirilməsi ilə bağlı iş planı, Prezident İlham Əliyevin Azərbaycan paytaxtında həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tapşırıqlarının icrası və şəhərin parklarında gül və yaşıllıqların dizaynı müzakirə olunub. Rayon icra hakimiyyətləri başçılarına yeni ilə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Müşavirədə həmçinin mümkün qar yağması ilə bağlı hərtərəfli tədbirlər planı qəbul olunub. Müzakirə vaxtı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit vaxtı aşkar olunmuş nöqsanlara görə ciddi tənqid edilib. Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə Trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb. Müşavirədə çıxış edən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov əlavə edib ki, bugün Prezident İlham Əliyevin şəxsiyyəti və onun ardıcıl siyasəti sayəsində Azərbaycan ilk dəfə olaraq qlobal siyasi səhnədə əhəmiyyətli yer tutub. O, dövlət proqramlarının uğurla həyata keçirilməsi üçün peşəkarlığın, məsuliyyətin və vicdanlı yanaşmanın vacib olduğunu bildirib. Eldar Əzizov əlavə edib ki, bugün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Ancaq etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbul edilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir. Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədir-bilməz məmurların xəstə ambisiyalarla idarə edilərək degradasiyaya uğradığı və qəbul edilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur. O cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir, deyə Bakı şəhər icra hakimiyyətinin başçısı bildirib. Onun sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.